Salam, hər vaxtınız xeyir olsun. İnşallah ki, hər biriniz yaxşı olarsınız. Bu günləri biz fizika 8-ci sinif yeni dərsliyindən Newtonun 2-ci qanunu mövzusunda öyrəndiklərinizi tətbiq edin, öyrəndiklərinizi yoxlayın, tapşırıqlarının izahına baxacağıq. Gəlin başlayaq öyrəndiklərinizi tətbiq edin də birinci sualdan. Birinci sualda deyir ki, kütləsi 1200 kiloqram olan avtomobilin başlanğıc sürəti 15 metr/saniyedir. Gəlin verilənləri biz qeyd edək. Deməli, nəyi verib bizə? Kütləni verib, n bərabərdir 1200 kiloqram verib. Sonra başlanğıc sürəti verib, başlanğıc sürəti V0-dan işarə olunurdu, 15 metr/saniyə. Deyir ki, avtomobil 20 saniyə sonra dayanarsa, t bərabərdir 20 saniyədir, 20 saniyə və dayanırsa, demək ki, bunun son sürəti nəyə bərabərdir? 0-a bərabərdir. Ona təsir edən əvəzləyici qüvvənin qiymətini və istiqamətini indir, hesablayın. Gələ görə biz bu əlimizdə nə hesablamalıyıq? Bacararıq. Bizdə birincisi əvəzləyici qüvvənin F-i tapmaq üçün mən M vurulsun A üstündən istifadə etməliyəm. M vurulsun A-dan istifadə etməliyəm etməsinə. Amma M var əlimdə, amma A isə yoxdur. Bəs A-nı necə tapacağım? Digər verilənlərə əsasən təbii. Biz 7-ci sinifdə təcrübənin düsturunu keçmişdik. Təcrübənin düsturunu keçmişdik ki, belədir. V çıxılsın V0 bölünsün T idi. V çıxılsın V0 bölünsün T. A-nı yerinə yazdım, V çıxılsın V0 bölünsün T. İndi gəlin verilənlər əsasını hesablayaq. 1200 vurulsun. V çıxılsın V0. V son sürət 0-dır. 0-dan çıxaram V0-ı. V0 15-dir. Bölürəm nəyə? Zamana. Zaman da ki neçədir? 1 metr. Aha. Burada deməli, bununla bunu ixtisar eləsəm, 120-ni 2-yə bölsəm, edəcək 60. Cavab olacaq 60 vurulsun. Mənfi 15. Mənfi 15. Bu da eləyəcək mənfi 900 Newton. Demək ki, mənim əvəzləyici qüvvəm nə qədər imiş? Mənfi 900 Newton imiş. Bəs qiymətini tapdım 900 Newton olduğunu. Deyir ki, qüvvənin qiymətini və istiqamətini tapın. Qiymət burada 900 Newton da olmasına. Amma bəs istiqamət, burada mənfiliyi var, mənfiliyi. Mənfiliyi onu göstərir ki, bu hərəkətin əksinə doğru yönələcək. Onda deyə bilərik ki, məsələn, bu cisim sağa doğru hərəkət edirdi. Onda əvəzləyici qüvvə 900 Newtondan hara yönələcək? Sola doğru yönəlmiş olacaq. Demək, istiqamətimiz sola doğru oldu və qiymətimiz də 900 Newton olmuş oldu. Bir də belə bir şey deyə bilərik ki, biz demişdik ki, bərabər yavaşlayan hərəkətdə sürətlə təcil həmişə əks istiqamətdə yönəlirdi. Bərabər yavaşlayan hərəkətdə burada deyirik, cisim dayanır. Dayanırsa bu bərabər yavaşlayan hərəkət eləmədilə. Bərabər yavaşlayan hərəkətdə də onda sürətlə təcil əks istiqamətdə yönəlirsə, təcillə də qüvvə qardaşdır. Demişik ki, onlar eyni istiqamətdə yönəlirlər həmişə. Onda təcil sürətlə əks istiqamətdə yönəlirsə, qüvvə də sürətlə əks istiqamətdə yönəlmək məcburiyyətindədir. Ona görə də sürətin əksinə eləmiş olacaq, yönəlmiş olacaq. Çünki bu bərabər yavaşlayan hərəkət idi. Gəldik ikinci suala. İkinci sualda deyir ki, cismin kütləsi sabit olduqda onun təcilinin əvəzləyici qüvvədən asılı qrafikini qurun. Gəlin biz Newtonun 2-ci qanunun ifadəsini yazaq. Nə idi? F bərabərdir MA idi. A da bərabərdir F bölünsün M idi. A bərabərdir F bölünsün M. Siz buradan yazın. A bərabərdir F bölünsün M. Aha. Deyir ki, kim sabit olduqda? Kütlə sabit olduqda kimdən asılılığını istəyir? Təcilin əvəzləyici qüvvədən asılılığını. Təbii ki, təcil əvəzləyici qüvvədən necə asılıdır? Düz asılıdır. Düz asılılığında qrafiki bax belə olurdu. Demək, A F-dən düz asılıdır və əgər desəydi qüvvə sabit olanda təcilin kütlədən asılılığını qur, təcil kütlədən necə asılıdır? Tərs asılıdır. A bərabər A M-dən tərs asılılığında qrafiki belə olmuş olacaqdır. Sonra gəldik biz 3-cü suala. 3-cü sualda deyir ki, cisim düz xətli bərabər sürətdə hərəkət edir. Ona təsir edən əvəzləyici qüvvəni və cismin təcilini müəyyən edin. Gör nə deyir ki, cisim düz xətli bərabər sürətdə hərəkət edir. Biz də təkrar demişik ki, düz xətli bərabər sürətdə hərəkətdə əvəzləyici qüvvə 0-a bərabərdir. Bəs niyə əvəzləyici qüvvə 0-a bərabərdir? Çünki təcil 0-a bərabərdir. F bərabərdir MA idi. M vurulsun A idi. A burada 0 olursa, onda avtomatik olaraq F-də nə olurdu? 0 olurdu. Bəs bərabər sürətdə hərəkətdə niyə təcil 0-a bərabər idi? Biz demişdik ki, təcil sürətin dəyişməsi zamanı yaranan bir fiziki cəmiyyət idi. Bəs bərabər sürətdə hərəkətdə sürət dəyişməsi yoxdur axı. Bərabər sürətdə hərəkətdə hər anda mənim sürətim sabit olur. Məsələn, birinci T1 anında tutaq ki, sürətim 10-dursa, T1-də sürətim 10-a bərabər idisə, T2 anında yenə sürətim 10 olacaqdır. Yəni, bərabər sürətdə hərəkət adından göründüyü kimi sürət orada bərabərdir və bunları bir-birindən çıxanda dəyişmə 0 verir. Yəni, bərabər sürətdə hərəkətdə sürət dəyişməsi yoxdur. Və sürət dəyişməsi yoxdursa, təcildə sürətin dəyişməsi zamanı yaranır axı. Onda nə olmuş olacaq? Sürət dəyişməsi 0-a bərabər olursa,
avtomatik olaraq təcildə nə olacaq? 0 olmuş olacaq. Ona görə də bərabər sürətli hərəkətdə təcil də əvəzedici qüvvədə nəyə bərabərdir? 0-a bərabərdir. Sonra gəldik 4-cü suala. 4-cü sualda deyir ki, cisimə təsir edən əvəzedici qüvvəni 10 Newton artırdıqda təcil 2 dəfə artır, əvəzedici qüvvənin əvvəlki qiymətini hesablayın. Ümumiyyətlə, mən bu tərz məsələləri abituriyent dövründən bu yana eyni qayda ilə həll edirəm. Yəni, sizin üçün də bunu öyrənsəz effekt olur. Hər bir mövzuda buna aid suallar çıxacaq. İnşallah, indi böyüyəndə daha da 10-cu sinifdə din test okullarında işləyəndə çoxlu hər mövzuda belə sual görəcəksiniz. Ona görə bunun qaydasını deyirəm, indidən yadınızda saxlayın. Belə düstuna yazmaq istəsəz çox uzun gedəcək. Ən qısa yolu budur, tənqid qurmaqladır. Deyir, cisimə təsir edən əvəzedici qüvvəni 10 Newton artırdıqda. Başlanğıc zarda mənim əvəzedici qüvvəmi bilmirəm. Tutaq ki, onu F desən. Başlanğıc zarda mənim əvəzedici qüvvəm F olsa, onu deyir 10 Newton artırdıqda. 10 Newton artırım. Yəni, onun üstünə, F-in üstünə 10 gəlməliyəm. Deyir, mən bunu 10 Newton artıranda təcil 2 dəfə artır. Təcil 2 dəfə artır. Biz bayaqlar nə dedik? Deyir ki, qüvvə. Təcildə necə asılıdır? Düz asılıdır. Əgər mənim təcilim 2 dəfə artırsa, onda avtomatik olaraq mənim qüvvəm də 2 dəfə artmalıydı. Bəs hansı qüvvə? Başlanğıcdakı bu F yoxdur. O 2 dəfə neyləməlidir? Artmalıdır. Onda bu 2 dəfə artmalıdırsa, onda bu nəticə etibarilə həm 10 Newton artdı, həm də nə qədər artdı? 2 dəfə artdı. Bəs mənim başlanğıc qiymətim F-dirsə, onda 2 dəfə artırsa, onda nə bərabər olacaq? 2F-ə bərabər olacaq. Demək, tənlik belə oldu. F üstə gəlsin 10 bərabərdir 2F-ə. Buradan da F-i tapmaq istəsəm 10 bərabərdir 2F çıxılsın F olacaq. F də bərabər neçə olmuş olacaq? 10 Newton olmuş olacaq. Demək ki, mənim başlanğıc qiymətim nəyə bərabər imiş elə? 10 Newtona bərabər imiş. Burada düz asıllıq idi deyə, F A-dan düz asılı idi deyə mən 2 dəfə artmağa götürdüm. Məsələn, burada söhbət kütlədən və təcildən geçsəydi, məsələn, desəydik kütləni tutaq ki, mən 10 kiloqram artırıram, təcil onda 2 dəfə azalır desəydi. Çünki kütlə artanda təcil azalmalıdır axı. Onlar tərs asılıdır. Təcil 2 dəfə azalırdısa, onda kütlə 2 dəfə artmalıydı. Onda nə edərdim? Yenə 2M kimi götürərdim. Yəni, düzə tərsə diqqətli olmaq lazımdır. Əgər düz asılıdırsa, biri artırsa, digəri də artmalıdır. Tərs asılıdırsa, biri artırsa, biri nə etməlidir? Azalmaq məcburiyyətindədir. Demək, həmişə bu qüvvədəyinə siz bunu tapa bilərsiniz. F-də bərabər 10 Newton olmuş olacaq sualın cavabı. Gəldik biz 5-ci suala. 5-ci sualda deyir ki, üfüqi istiqamətdə düz xətli hərəkət edən üttəyici qızılquşunun kütləsi 1,2 kiloqram, təcili isə -1 metr bölünsün saniyə olarsa, onun üfüqi və şərqi istiqamət təsir edən qüvvələrin əvəziyyətçisini hesablayın. Yaxşı. Deyir, üfüqi istiqamətdə hərəkət edir. Üfüqi istiqamətdə hərəkət etdiyini deyirsə, demək ki, burada şərqi istiqamətdə bir hərəkət yoxdur. Şərqi istiqamətdə bir hərəkət olsaydı, onsuz da şərtdə verərdi. Bir də üfüqi istiqamətdə, üfüq bu tərəfdə, şərqi isə belə yuxarıdır. Onsuz da bu şərqi yuxarı hərəkət edən desəydi, özü deyərdi. Üfüqi istiqamətdə hərəkət edirsə, yəni demək ki, bunu təsir edən qüvvə üfüqi istiqamətdə təsir edir. Şərqi istiqamətdə təsir edən qüvvə yuxarı, o nəyə bərabərdir? 0-a bərabər. F-i quzər desək, şərqi istiqamətdə təsir edən qüvvə nə olmuş olacaq? 0 olmuş olacaq. Amma üfüqi istiqamətdə bir qüvvə var. Kütləni 1,2 verib, təcili -1 metr bölünsün saniyənin kvadratı veribsə, F bərabərdir M-dan taparam ki, 1,2 vurulsun -1, 1, o da bərabərdir necə ilə? -1,2. -1,2 Newtonda. Demək ki, mənə üfüqi istiqamətdə təsir edən qüvvə nə qədər idi? -1,2 Newton imiş. Bəs qiyməti tapdımı 1,2 Newton. Bəs onda bunun istiqaməti tərəfi olacaq. Təbii ki, hərəkətin əksinə yönələcək. Məsələn, hərəkət tutaq ki, sol tərəfədirsə, bu əvəzedici qüvvənin istiqaməti tərəfi olacaq, sağ tərəfə yönəlmiş olacaq və şərqi istiqamətdə də bir əvəzedici qüvvə yoxdur. Yəni, şərqi istiqamətdə təsir edən əvəzedici qüvvə 0-a bərabərdir. Sonra biz burada nə edə bilərik? Test elə bunu soruşurdu. Sonra gəldik biz öyrəndiklərinizi yoxlayına. Öyrəndiklərinizi yoxlayında deyir ki, Newtonun ikinci qanunu necə ifadə olunur? Newtonun ikinci qanunu necə ifadə olunur? Təbii ki, daha bərabərdir. F bölünsün M idi. Newtonun ikinci qanunu. F bölünsün M idi. Yəni, deyir ki, təcili kütlə ilə tərs, qüvvə ilə isə, əvəzedici qüvvə ilə isə düz mütənasib asılıdır. Yəni, təcillə qüvvə nə idi? Qardaş idi. Gəldik ikinci suala. İkinci sualda deyir ki, əvəzedici qüvvə hərəkətin əksinə yönəldikdə cisim yeniləşən hərəkət edə bilərmi? Əvəzedici qüvvə deyir, hərəkətin əksinə yönəlsin. Tutaq ki, sürət bu tərəfə doğru hərəkət edir.
Cisim bu tərəfə doğru hərəkət edir, yəni sürətin istiqaməti sağa tərəfdir. İndi deyir ki, əvəzləyici qüvvə hərəkətin əksinə yönəlsin. Əvəzləyici qüvvə əgər hərəkətin əksinə yönəlirsə, onda avtomatik olaraq da təcil də hərəkətin əksinə yönəlməlidir. Bizə demişdi ki, təcil əgər hərəkətin əksinə yönəlirsə, bu hərəkət yavaşlayan hərəkətdir, yeniləşən hərəkət deyil. Yeniləşən hərəkət olması üçün təcil sürətlə eyni istiqamətdə yönəlməlidir. Yəni sürətin artmağına kömək etməlidir. Amma burada düşünün ki, maneə yaradır. Təcil bir maneə yaradır ki, sürətin artmağına mane olsun. Ona görə də bu hərəkət necə hərəkət ola bilər, ancaq yavaşlayan hərəkət ola bilər. Gəldik 3-cü suala. 3-cü sualda deyir ki, avtomobilin sürəti 10 metr bölünsün saniyədir. Buranı silək. Üstə deyir, avtomobilin sürəti 10 metr bölünsün saniyədir. Yəni V0 neçə verib? 10 verib. Başlanğıc sürətdən söhbət gedir. Onu təsir edən əvəzləyici qüvvə 0-a bərabər olarsa, başlanğıc sürət demir, ümumiyyətlə, yəni sürəti bunun 10-a bərabərdir. Elə 10 verib. Deyir ki, ona təsir edən əvəzləyici qüvvə 0-a bərabərdirsə, 5 saniyə sonra avtomobilin sürəti nəyə bərabər olacaq? Gör nə deyir? Deyir ki, əvəzləyici qüvvə 0-a bərabərdir. Bunu həmişə uşaqlara deyirəm. Görsən yazırlar ki, bərabər sürətdə hərəkət edir. Onda əvəzləyici qüvvəni hesablayır. Götürür hesablayır EMA-ya əsasən. Bu əvəzləyici qüvvə deyir 0-a bərabər, ümumiyyətlə bərabər sürətdə hərəkət edirsə, orada əvəzləyici qüvvə 0-dır. Nəyə gedib hesablamağa çalışırsan? İndi burada da əvəzləyici qüvvə 0-a bərabərdirsə, onda bu hərəkət necə hərəkət olacaq? Bu hərəkət olacaq bərabər sürətli hərəkət. Bərabər sürətdə hərəkətdə nə olurdu? Sürət həmişə sabit qalırdı. Əgər burada avtomobil sürəti 10-dursa, 5 saniyə sonra da həmişə nə olacaq? 10-a bərabər olmuş olacaq. Demək, bu bərabər əvəzləyici qüvvə 0-a bərabər olan hərəkət bərabər sürətdə hərəkət edir. Bərabər sürətdə hərəkət edir. İstənilən anda mənim sürətim həmişə sabit qalırdı. Yəni, cavab elə olacaq o. Gəlir biz 4-cü suala. 4-cü sualda deyir ki, kütləsi 1000 kiloqram olan avtomobilin başlanğıc sürəti 20 metr bölünsün saniyədir. Ona təsir edən əvəzləyici qüvvə mənfi 400 Newton olarsa, 10 saniyə sonra avtomobilin sürəti nəyə bərabər olur? Avtomobil neçə saniyə sonra dayanır? Gəlin verilənə getdik. Deməli, verib ki, M bərabərdir 1000. 1000 kiloqram. Başlanğıc sürəti verib, V0 bərabərdir 20 verib. Sonra nə verib? Əvəzləyici qüvvənin mənfi 400 olduğunu verib. F bərabərdir mənfi 400 Newton. Zaman da verib neçə? 10 saniyə. Deyir ki, 10 saniyə sonra avtomobilin sürəti nəyə bərabər olar? Baxıram əlimdə olanlara. Mən nəyə tapa bilərəm? Birincisi, əlimdə M-dən F varsa, mən təcil rahatlığına tapa bilərəm. Hansı düz rəsəsən? A bərabərdir F bölünsün M əsasın. F bölünsün M əsasını tapa bilərəm. Onda mən nə edərəm? Mənfi 400-ü, mənfi 400. Bölərəm neçəyə? 1000-ə. Mənfi 400-ü 1000-ə böləndə eləyəcək onda 4, mənfi 0,4. Demək ki, mənim təcil neymiş? Mənfi 0,4 metr bölünsün saniyənin kvadratıymış. Təcil tapdım ki, mənfi 0,4 metr bölünsün saniyənin kvadratına bərabər. İndi bunu silək, yer açılsın. Demək təcil nə idi? Mənfi 0,4 metr bölünsün saniyə. Saniyənin kvadratı daha doğrusu. Deyir ki, 10 saniyə sonra avtomobilin sürətinin nəyə bərabərdir? 10 saniyə sonra avtomobilin sürətinin nəyə bərabərdirsə, gəlin təcilin düzsün yazaq. A bərabərdir, V çıxılsın, V0 bölünsün T. 10 saniyə sonra dedik, yəni buradakı son sürət tapmağı tələb edir. Son sürət tapmağı tələb edirsə, mən burada V bərabərdir, V0 plus AT-ni alıram. Çarpaz bölümdən V bərabərdir, V0 plus AT təliyini alırdıq. Bunu belə vurduk. Aşağısına bir atıb çarpaz bölümdə görürsən ki, V0 plus AT olur. Gəl yerinə qoyaq. Biz 10 saniyə sonra görə bizim sürətimiz nəyə bərabər olacaq? V bərabərdir, V0 20 idi. 20 idi. Üstə gələcək A vurulsun T. A neçədir? Mənfi 0,4-dür. Mənfi 0,4. Onu da vurmalıyam nəyə? T'yə, yəni 10'a. O da bərabər olacaq onda 20, 20-dən də bu 20-dir. Bu da 4'ü 0,4'ü 10'a vuranda 4 edir. Amma mənfi 4 edir deyə 20-dən 4'ü çıxacaq. Eləyəcək neçə? 16. Demək ki, mənim 10 saniyə sonra sürətim nəyə bərabər olarmış? 16'ya bərabər olarmış. İndi 16'ya bərabər olduğunu tapdım. Sonra deyir ki, avtomobil neçə saniyə sonra dayanar? Avtomobil nə zaman dayanar? Son sürəti 0'a bərabər olsa dayanardı ancaq. Yəni bizim bu sürət tənliyimiz yoxdur. Bu V bərabərdir. V0 plus AT tənliyi. O nəyə bərabər olmalıdır? 0'a bərabər olmalıdır. Çünki son sürət 0 olmalıdır ki, bu cisim dayana da. Onda V0 plus AT yazacaqsa nəyə bərabərdir? 0'a bərabərdir. Gəlin verilinə getdik. V0 20'dir. Üstə gəlsin. Təcili mənfi 0,4'dür. Vurulsun T bərabər olmalı nəyə? 0'a. Buradan da tapsaq, buradan da tapsaq. Demək bunu silək, burada yer açılsın. Aha. Buradan mən nəyi tapa bilərəm?
demək 0 mənfi 0,4 t bərabər olacaq nəyə? Mənfi 20-yə. T də bərabər olacaq. 200 elə bir 4-ə bölürsünüz. 200 də 4-ə böləndə 50. Demək ki, bu cisim nə zaman dayanar? 50 saniyə sonra dayanar. Ümid edirəm ki, hesablamada bir səhvim olmadı. Cisim 50 saniyə sonra nə etmiş olacaq? Dayanmış olacaq. Sonra gəldik biz 5-ci suala. 5-ci sualda deyir ki, yenə siz bir də 4-cü sualın üstündən keçin. 4-cü sualda əlimdə kütlə və qüvvə var idisə, rahatlıqla təcil tapdım. Təcil tapandan sonra A bərabərdir V çıxılsın, V0 bölünsün, T üstünün əsasən dayanağı var ki, son sürəti tapmalı. Son sürət buradakı V-dir də. Ona əsasən tapdım son sürəti. Sonra nə istəyirdi? Avtomobil neçə saniyə sonra dayanar deyir. Dayanması üçün son sürət 0-a bərabər olmalıdır. Siz burada yerinə 0 qoyun. Oradan da yenə zamanı ineyə bilərsiniz, tapa bilərsiniz. Gəldik biz 5-ci suala. 5-ci sualda deyir ki, Laçın dağlarında yaşayan Bezaur dağ keçisi düz xətt üzrə qaçmağa başladığı andan 5 saniyə sonra sürəti 15 metr bölünsün saniyə olarsa, keçiyə təsir edən əvəzedici qüvvənin 10 kütləsinin olan nisbətini hesablayın. Yenə eyni bildiyimiz qaydalardan istifadə edəcəyik. Hansı qaydalardan? Gəlin birinci verilənləri qeyd edək biz burada. Verilənləri qeyd edək. Deyir ki, Laçın dağlarında yaşayan 5 saniyə sonra sürəti 15 metr bölünsün saniyə olur. 5 saniyə sonra. Deməli, burada nə olacaq? Keçiyə təsir edən əvəzedici qüvvənin onun kütləsinin nisbətini hesablayır. Deməli, T bərabərdir neçə verib? 5 verib. Düz xəttə başlamağından 5 saniyə sonra. Demək ki, bunun son sürəti nəyə bərabər imiş? 15-ə bərabər imiş. Çünki 5 saniyə sonra bunun sürəti 15 olub. Keçiyə təsir edən əvəzedici qüvvənin onun kütləsinin olan nisbətini tapın. Mənim əlimdə V var, T var. Təbii ki, də burada düz xəttə qaçmağa başladığı anda, yəni sükunət vəziyyətinə hərəkət edir də, bunun başlanğıc sürəti 0-dır. Və ümumiyyətlə, deməyib axı, hər hansı bir sürətdən hərəkətə başlayır bu cisim, yəni bu keçi. Deməyib deyəm, onun başlanğıc sürətinə 0 götürəcəm. Son sürəti niyə bəs 15 götürürüm? Çünki deyir ki, 5 saniyə sonra sürəti 15 metr bölünsün saniyə olarsa, yəni 5 saniyə sürət sonra bunun sürəti 15 metr bölünsün saniyə olubsa, demək ki, bunun son sürəti 15-ə bərabərdir. Gəl mən təcili tapım da buradan. Təcili tapsam nə olacaq? V çıxılsın, V0 bölünsün, T olacaq. V çıxılsın, V0 bölünsün, T isə, V-im 15-dir, V0-ım 0-dır. 15-də bölünən 5-ə neçə eləyər təcili? 3 eləyər. İndi nə deyirdik? Keçiyə təsir edən əvəzedici qüvvənin onun kütləsinin olan nisbətini düzün. Əvəzedici qüvvənin kütləyə olan nisbəti bizə hansı fizik cəmiyyəti verirdi? Təcili verirdi elə. Bəs mən təcili neçə tapdım? 3 tapdım. Onda avtomatik olaraq deyəcəm, F bölünsün M nisbəti nəyə bərabərdir? 3-ə bərabərdir. Yəni bu sualın cavabı nə olmuş olacaq? 3 olmuş olacaq. Belə. İnşallah ki, izah sizin üçün faydalı olmuşdur. Əgər video sizin üçün faydalı oldusa, bəyənib şərh yazmağı unutmayın. Sağ olun.